Salam əziz dostlar, xoş gördük. Mən Rəfi Orxan, sizi yeni dərsimizdə salamlayıram. Bugünkü dərsimiz nədən ibarət olacaq? Bildiyimiz kimi istifadə edildiyimiz Microsoft şirkətinin hazırladığı Windows əməliyyat sistemlərində hər hansı bir proqramları biz silən zaman əmin oluruq ki, həmin proqramlarımız silinib və arxayınıq ki, bu kompüterimizin yaddaşında ilişib qalmayıb və plus fikirləşirik ki, bəs niyə bizim kompüterimiz gec işləyir və yaxud da getdikcə gücdən düşür? Biz bir şey bilməliyik ki, hal-hazırda hər hansı bir silmə əməliyyatı aparan zaman kompüterimizin əslində hər bir proqramın bir açar hissəsi olur. Keçən dərsimizdə mən izah elədim. Həmin hissələr harda yerləşir? Regedit yazaraq bu sistemə daxil oluruq və bu gördüyümüz pəncərələr əslində bizim istifadə etdiyimiz kompüterin açar hissələrini özündə cəmləşdirib saxlayır. Əslində həmin o qalıq hissələr gedib məhz burada ilişir. Məsələn, nümunə olaraq mən sizə belə bir şey göstərə bilərəm. Hər bir insan pusk panelinə daxil olarkən burada belə bir kiçik düymə var. Bu düyməyə daxil olarkən müəyyən bir vaxt istifadə elədiyi və sildikdən sonra həmin proqramın şəkli orada qaldığını görə bilər. Yəni bu necə bir sistemdir? Mən onu sizə izah edim əvvəlcədən. Baxın, vaxtı ikən mən istifadə eləmişəm. Hal-hazırda bu proqramların heç biri mənim kompüterimdə yoxdur. Mən silmişəm bunları. Amma bunların qalıq hissələri silinməyinə baxmayaraq mənim kompüterimdə ilişib qalıb. Biz bu günləri bunları necə təmizləyəcəyik kompüterimizdən, onu sizə izah edəcəm. Əvvəlcədən biz bu sözü yazaraq pusk düyməmizdən regedit sözünü yazaraq lokal maşın sisteminə daxil olur. Yəni kompüterimizin beyninə, açar hissələrinə. Gəlin bunu bir yerdə edək. Pusk düyməsinə yaxınlaşaraq regedit yazırıq. Nəticədə həmin panel açılır. Və bir dəfə muşqamızın sol düyməsini onun üzərinə sıxırıq. Burada deməli pravka düyməsi var. Bu düymənin üzərinə bir dəfə vururuq və naiti sözü, yəni axtar sözünə daxil oluruq. Bura naiti sözünü, yəni bu yerə göstərirəm. İndi hamınız diqqətiniz burada olsun. Icon Centrums sözünü yazmaq lazımdır ki, bizə o proqramlarda lazımsız olan açar hissəni tapıb göstərsin. Mən bunu buradan kopyalayacağım. Və bura stavit, yəni əlavə et və naiti, yəni axtarış gedir hal-hazırda və bu bir neçə dəqiqə ala bilər. Yəni o proqramın tapılması üçün, o açar hissələrin tapılıb oradan silinməsi üçün, kompüterimizin belə deyək də beyninin yüngülləşməsi üçün biraz gözləyirik və budur, tapdı. Həmin bu hissələr ki var, kompüterimizin mən izah elədiyim qalıq proqramları ki biz silmişik, nəticədə burada yerləşən proqramlar, burada yerləşən bütün proqramlar ki vaxtı ikən silinib, amma hal-hazırda o əslində özünü qoruyub saxlayır. İndi burada nəyi silib və nəyi necə etməliyik? Bunu diqqətlə edin ki, yəni sonradan müəyyən fəsadlar çıxmasın kompüterinizdə ki, sonra deyərsiniz ki, bəs biz elədik, amma kompüterimiz sonra söndü, yanmadı və yaxud da açılmır. Ona görə dəqiq mən göstərdiyim kimi, izah elədiyim kimi silsəniz, inanıram ki, heç bir problem baş verməyəcək. Həmin düymədə, həmin bu düymədə deməli, birinci Icon Centrums və Place Icon Center düymələri ki var, burada da göstərilib.
həmin o qalıq proqramlar ki silinib, yəni onların yaddaşı qorunub saxlanır bu açar sistemlərində. Biz bunları əslində hər ikisini siləcəyik. Necə siləcəyik, onu sizə izah edim. Müşkamızın sağ düyməsinin üzərinə bir dəfə vuraraq udalit sözünü vururuq. Burada deməli kompüter özü məlumat verir ki, sizə siz bu sistemin həqiqətən silinməyini istəyirsinizmi yaddaşdan, yoxsa yox. Biz bəli deyirik. Və ikinci bir söz bu sözdür. Yəni baxın, diqqətlə silin ki, sonradan, yəni yenə deyirəm, təkrar edirəm, müəyyən problemlər ortaya çıxmasın. Bu sözün üzərinə yenə müşkamızın sağ düyməsini bir dəfə sıxaraq udalit, yenə xəbərdarlıq yarar. Bu yaddaşın silinməsinə əminsinizmi? Biz deyirik, bəli. Nəticədə bunlar silinəndən sonra, bu proseslər gedəndən sonra lokalni maşin sistemimizi bağlayırıq. İndi keçirik əsas məsələ. Əsas məsələ nədən ibarət? Oxumuzu, muşkamızı pusk düyməsinin panelinin üzərinə gətirərək bir dəfə sağ düyməni sıxıb, burada svojstvo adlanan yerə deyil, zapust dispetcher zadaç əməliyyat sisteminin üzərinə bir dəfə sol düyməmizi sıxırıq. Burada belə bir pəncərə açılacaq sizin hamınızda da. Burada bizə lazım olan əsas hissə prosesorun hissəsidir. Yəni muşkamızı belə deyək, prosesorun üzərinə gətiririk. Burada biz bu sözü hamınız özünüzdə də qeyd edin. Yəni explore sözünü yəni belə deyək də məhz bu sözü oradan silmək lazımdır. Axtarırıq burada o sözü. Baxın, bu söz. Necə silirik bunu? Müşkamızın sağ düyməsini sıxaraq, burada zaverşinsə prosesor düyməsinin üzərinə bir dəfə solu sıxırıq. Burada məlumat gəlir ki, siz bunu həqiqətən də belə deyək də perzagorska kimi sayılır əslində. Bu, yəni bütün proqramlar ekranımızdan bizim indi hal-hazırda yoxa çıxacaq, amma heç də qorxmayın. Yəni mən dediyim əməliyyat sistemi kimi eləsəniz, heç bir çəkinliyiniz, heç bir qorxunuz olmayacaq, heç bir problemdə baş verməyəcək. Ona görə mən izah elədiyim bütün şeyləri dəqiq edin. Əvvəlcədən belə bir sözü buradan yəni hazırlayın, kopyalayın ki, sonra problem yaşanmasın. Zaverşinsə prosesor sözünün üzərinə bir dəfə vurur. Gördüyümüz kimi ekranımızdan hamısı yoxa çıxdı. Heç nə qalmadı. İndi bunu geri qaytarmaq üçün bir dəqiqə mən onu Ctrl Alt F delete düyməsini basaraq, yəni mən burada dərs göstərdiyim üçün, yəni o çıxmalı oldum. Ona görə sizdə bu proses baş verməyəcək. Burada fayl sözü var. Fayl sözünün üzərinə yaxınlaşaraq bu panelist düyməsinin üzərinə Explorer yazırıq və ondan sonra ox düyməsini sıxırıq. Baxın, pusk düyməmiz açıldı, bütün proqramlarımız təzədən geri qayıtdı, gördüyümüz kimi. Nəticədə buradan çıxırıq və buranın yaddaşına yenə daxil olur. Görək proqramlar qalıb yoxsa yox. Bir dəfə nastroyka sözünün üstünə vururuq və budur. Bütün proqramlar, yəni o proqramlar ki var idi artıq burada, onlar hamısı fikir verin silinib. Yoxdur. Bugünkü dərsimiz bu qədər. Növbəti dərslərdə görüşməyə qədər sizinlə sağollaşıram. Kanalımız YouTube portalında fəaliyyət göstərir. Rəfiq Orxan yazaraq və yaxud da Rəfiq Orxan Elm yazaraq bizim kanalımıza qoşula bilərsiniz. Hər hansı bir fikirləriniz, hər hansı bir suallarınızı istər YouTube portalında, əgər burada qeydiyyatda yoxsunuzsa, Facebook səhifəmizi sizə xatırladırıq.
www.facebook.com və Rəfiq Orxan yazaraq yenə də mənim xüsusi sualları ünvanlaya bilərsiniz. Sağ olun. Gələn dərsimizdə görüşənədək inanıram ki, bütün dərslərimizdə bundan da daha çox olacaq və inanıram ki, bütün dərslərimizi lazım olan suallarınızı və sizə maraqlı qalan suallarınıza cavab tapacaqsınız bütün dərsdən. Sağ olun, növbəti dərsdə görüşənədək.